Niyə idman zalında insanlar insult, qəfil ölümlər olur, ya infarkt, ya insult keçirdirlər? Mən indi bunu psixoloq kimi danışıram. Yəni həkimlər də fərqli cür bunu komment eləyə bilərlər də. İnsanlar dəyər görmək üçün indi bu sosial şəbəkələrdə bədənin daha gözəl görsənməsi çox reklam olunur da. İnsanlar bədəni vasitəsilə dəyər qazanmaq istəyirlər. Amma idman sağlamlıq üçündür. İdman əzələni böyütmək üçün deyil. Yəni özünü dəyər qazanmaq üçün deyil. Əzələni böyütmək olar, amma müxtəlif vasitələrdən istifadə edib əzələni böyütmək bir sinəyə bənzəyir. Elə bil ki, sən əslində dəyəri içindəki gücdən almalısan. Əgər insan dəyər qazanmaq üçün əzələsini böyüdürsə, yəni içindəki gücdən dəyər qazanmırsa, həmişə o insanlar risk altındadırlar. Müxtəlif dərman vasitələri, müxtəlif qida əlavələri, müxtəlif dərman vasitələri. Yəni bunları bizim ölkəmizdə çox təəssüf ki, insanlarımız həkimdən məsləhət almamış, reseptini almamış özləri də qəbul edə bilirlər. Və bunu da çox böyük fəsadlarını görürük.